17 dekabr 2025-ci il sentyabr qrupu ilə müzakirələrə başladıq. Müzakirə mövzumuz yeni dövr, Şimali Amerika, Amerika Birləşmiş Ştatları. Salam müəllimlər, axşamınız xeyir olsun. Axşamınız xeyir. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Axşamınız müəllimlər. xeyir. Zəhmət olmasa səsləri bağlayın. Müzakirələrə başladıq. Kəmalə müəllimə sizdən başlayacağım. Bəli müəllim. Müəllimə, zəhmət olmasa qeyd eləyin. 17-18-ci əsrlərdə Şimali Amerikada məskunlaşan Avropalılar hansı Avropalılar idi? Bəli müəllim. Deməli, İngilislər, Fransızlar, İspanlar, Portuqallar, Hollandlar və Almanlar. Tamamilə doğrudur. Bəs qeyd eləyin, İngiltərə parlamentinin qəbul etmiş olduğu hansı qanunda əhali sənədlər, qəzetlər və digər çap məmulatlarını rəsmi möhür vurmaq üçün vergi ödəməli idilər? 1765-ci ildə İngiltərə parlamentinin qəbul etdiyi möhür qanununa əsasən. Bəs qeyd eləyin, xarici siyasətə nəzarət etmək kimə həvalə olunmuşdur? Necə müəllim? ABŞ konstitusiyasına görə xarici siyasətə nəzarət etmək kimə həvalə olunmuşdur? Prezident. Prezidentə məxsusdur. Bəs ABŞ konstitusiyasına görə federal hökumətə verilən səlahiyyətlər hansı səlahiyyətlərdir? Deməli, deməli müəllim, mərkəzi hökumətlə əyalət hökumətləri arasında hakimiyyətin bölüşdürülməsi üçün federal sistem yaradılmışdı. Amma verilən səlahiyyətlər ordu toplamaq, vergi toplamaq, daha sonra milli valyuta yaratmaq və ticarəti tənzimləmək idi. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Avropada apardığı müharibələrdə böyük vəsaitə ehtiyac duyduğu üçün Napolyon hansı ərazini Amerika Birləşmiş Ştatlarına satdı və neçənci ildə? Bəli, müəllim, 1803-cü ildə Luizana ərazisini satır Amerikaya. Genti müqaviləsi harda imzalanıb? Belçikada 1814-cü ildə. ABŞ-ın şimalı ilə cənubu arasında həm iqtisadi fərqlər var idi, həm də dini fərqlər var idi. Bəli. Bu fərqlər nədən ibarətdir? Deməli, müəllim, şimalda əhali protestant idi, cənubda isə katolik. Şimalda fermer təsərrüfatı inkişaf edirdi, sənaye, ticarət sürətlə inkişaf edirdi, köləlik ləğv olunmuşdu. Bundan başqa İngiltərədən gətirilən mallara qadağa qoyulmuşdu və bu da yerli sənayenin inkişafına səbəb olurdu. Banklar yaranmışdı, amma cənubda isə əsasən əhali kənd təsərrüfatı ilə məşğul idi və Afro-Amerikalı qulların əməyindən istifadə olunurdu. Kənd təsərrüfatında isə quldarların pambıq plantasiyaları üstünlük təşkil edirdi və quldarlığın da təbii ki mövcud olması ABŞ-ın iqtisadi inkişafına mane olurdu. Və bu səbəbdən deməli qabaqcıl ziyalılar, fermerlər və fəhlələr quldarlığın ləğv olunmasını tələb edirdi. Konfederasiya nə deməkdir müəllimə? Konfederasiya müəllim suverenliklərini mühafizə etmək üçün dövlətlərin demək müvəqqəti olaraq birləşdiyi, möhkəm olmadığı bir birlikdir. Kimin dövründə Çin və digər Asiya ölkələrində ABŞ-ın mövqeyinin möhkəmləndirilməsi siyasəti irəli sürüldü? Bəli müəllim, bu Theodore Roosevelt idi. Roosevelt neçənci illərdə prezident olub? 1901-1909-cu illər. ABŞ konstitusiyasına 1791-ci ildə edilən düzəliş nədən ibarətdir? Bəli müəllim, deməli hüquqlar haqqında bilə əsasən 10 əlavə düzəliş olundu. Vətəndaşlara söz, mətbuat, vicdan və sair azadlıqlar verildi. Bir də ki, məhkəmənin hökmü olmadan səbəbsiz yerə axtarışlar və həbslər qadağan olundu. 20-ci əsrin əvvəllərində islahatçılıq xəttinin ən görkəmli nümayəndələri kimlər idilər? Theodore Roosevelt və Woodrow Wilson. Tərkibinə daxil olan müəssisələrin özlərinin satış, istehsal, hüquqi müstəqilliklərini itirdikləri inhisar birliyi hesab olunur. Bəli müəllim, bu trust idi. Bəs inhisar nə deməkdir? İnhisar deməli xarici ticarətdə müstəsna hüquqa malik olmaq, hər hansı bir istehsal, satışda, xarici ticarətdə müstəsna hüquqa malik olmaq. Ümumdünya siyasətində ABŞ-ın söz sahibi olması. Bəli müəllim. Ümumdünya siyasətdə söz sahibi olması, bu da yenə Theodore Roosevelt ilə bağlıdır. Woodrow Wilson hansı sahələrdə islahatlar keçirdi?
gömrük, bank və maliyyə sahəsində islahatlar keçirtdi. Daha sonra onun dövründə deməli sənaye inhisarları üzərində dövlət nəzarəti artırıldı və bunun nəticəsində ABŞ-da azad rəqabət mühiti yaxşılaşdırılır. Onun dövrü nə sayılır? Yeni demokratiya dövrü. Bəs qeyd eləyin, 19-cu əsrin ortalarına doğru ABŞ-ın əraziləri xeyli genişləndi. Bəli. Hansı ərazinin ələ keçirilməsi və yaxud da ABŞ-a birləşdirilməsi nəticəsində baş verir? 1867-ci ildə deməli Rusiya 7,2 milyon, 7,2 milyon dollara deməli Alyaskanı satır ABŞ-a və bu da Rusiyanın tarixində ən rüsvayçı hadisə hesab olunurdu. ABŞ bayrağı haqqında burada bir məlumat qeyd olunur, mənbə məlumatı. O hansı ümumiyyətlə mənbədə hansı məlumatlar qeyd olunur? Deməli qeyd olunur ki, 1813-14-cü il müharibəsi zamanı Baltimore yaşayış məntəqəsində Fort McHenry üzərində dalğalanan bayraq döyüş zamanı parçalanmışdı və nəticədə Francis Scott ulduzları səpələnmiş bayraqdan təsirlənərək misralar yazmışdı. Sonradan bu misralar ABŞ-ın himninə çevrilib. Gent müqaviləsinin şərtləri nədən ibarət olub? Bəli, müəllim, bu Gent müqaviləsinin şərtinə əsasən deməli Britaniya ABŞ-a öz müstəmləkəsi kimi baxmaq, yəni fikirlə əl çəkir. Eləcə də ABŞ da Kanadaya olan iddiasından əl çəkir. Tərəflər arasında münasibətlər, müharibədən əvvəlki vəziyyət bərpa olunur. Heç vaxt Böyük Britaniyaya səfər etməyib, hətta bəyan edib ki, onun ayağı Londona heç vaxt George dəyməyib. Washington idi və hətta 1924-cü ildə Washingtonun abidəsi Londona aparılanda, deməli onun abidənin, yəni ayaq hissəsinə Amerika torpağı tökülmüşdü. Rəqiblərini və bütün siyasi qüvvələri əməkdaşlığa çağırdı. Hə, bu müəllim Thomas Jefferson idi. İstiqlaliyyət müharibəsi zamanı ABŞ-a köməklik göstərən Avropa dövlətləri hesab olunur. Bəli, ABŞ-a köməklik göstərən bu hesab olundu Fransa idi, İspaniya, bir də Hollandiya. Bəs qeyd edeyim, Parisin Versal sarayında 1783-cü ildə imzalanmış müqavilənin şərtləri. Nəticədə deməli İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır. Allegan dağlarına, Mississippi çayına qədər olan ərazilər ABŞ-ın sərhədinə daxil edilir. Bir də ki, Kanada İngiltərənin müstəmləkəsi olaraq qalır. George Washington ordusu ingilislərinin başlıca qüvvələrini mühasirəyə aldı. Yorktown döyüşündə 1781-ci il. ABŞ İngiltərənin hansı rəqibləri ilə ittifaqa girdi? Aha, ABŞ İngiltərənin hansı rəqibləri ilə? Mənim bu İspaniya, bir də Hollandiya. Bütün insanlar bərabər yaranmışlar. Tanrı bütün Bəli. insanlara ayrılmaz hüquqlar. İstiqlaliyyət bəyannaməsində, bu barədə İstiqlaliyyət bəyannaməsində qeyd olunmuşdu. İstiqlaliyyət bəyannaməsinə əsasən neçə İngilis koloniyası İngiltərədən ayrılaraq müstəqilliyini? Deməli, İstiqlaliyyət bəyannaməsinə əsasən Şimali Amerikada olan 13 İngilis koloniyası İngiltərədən ayrılaraq müstəqilliyini elan edir. Hər bir koloniya Amerika Birləşmiş Ştatlarında birləşir. ABŞ yaranır, sonra xalq hakimiyyəti mənbəyi elan olunur. Xalqın işğalçıları devirmək, daha sonra onların öz hökumətini yaratmaq hüququ elan olunur. Ayrıca şəxs, təşkilat və ya dövlətlə əlaqələrin kəsilməsi, müəyyən məhsulların alınmasından imtina. Boykot. Tamamilə doğrudur. Bəs qeyd edeyim, Boston çay qonaqlığı nə zaman baş verir? 1773-cü ildə baş vermişdi. Deməli, İngiltərənin Austin şirkətinin çayla yüklənmiş gəmiləri çayı ucuz qiymətə satmaq üçün Boston limanına gəlir və bu zaman bir neçə demək fəal Hindu geyimi qismində hücum edir gəmilərə. Onların çay yeşiklərini, körfəzin sularına atırlar və bu hadisədən sonra da Böyük Britaniya hökuməti Boston limanını bağlayır. Təşəkkür edirəm müəllimə. Buyurun müəllim. Davam edirik. Könül müəlliməsindən davam edəcəm. Hər vaxtınız xeyir olsun müəllimə. Zəhmət olmasa qeyd edin. Amerikanın kəşfindən sonra Avropalıların bu qitəyə maraqları artdı. Burada müstəmləkələr ələ keçirmək uğrunda mübarizədə hansı Avropa dövlətləri fərqlənirdi? Burada deməli İngiltərə idi. Dövlətli. Müəllimə, səsiniz yaxşı gəlmir. Böyük ehtimalla siz naşıqla cavablandırırsınız.
Bəli, müəllim. Müəllim, bu İngiltərə idi, Hə? İspaniya, bir də Portuqaliya. İndi gəlir səsin? Bəli, bəli, aydın gəlir səsiniz. Bir də Fransa hesab olunacaq müəllim. Bəli, bəli, bir də Fransada. Müstəmləkəçilərin yeni dünyaya gəlişi necə baş verirdi? Burada müəllim, Avropada müəllim xəstəliklər səbəbindən, sonra Yox, müharibə. yox, yox. Köç etməsinin səbəblərini soruşmuram. Ümumiyyətlə nə ilə müşahidə olundu? Yəni məsələn yeni dünyaya gəldilər. Yeni dünyada hansı proseslərdən yadda qaldılar? Burada məsələn gələrkən ilk növbədə yerli əhali hindular yəni adlandırırlar. Hətta onlar qızıl dəriləri adlandırırlar. Onlarla münasibətləri yaxşı idi əvvəllər. Hətta onlardan tütündür, qarğıdalını mənimsədilər. Ancaq sonra ingilislər bura gələndən sonra artıq onlarla münasibətləri kəskinləşdi. Bunun da təbii ki səbəbləri vardı. Burada ingilislərin, yəni hinduların torpaqlarını işğal etməsi idi. Onlar ölkənin içərilərinə doğru irəliləməsi səbəb oldu. Bəli, yəni deməli belə qeyd edə bilərik ki, yeni dünyaya gəlişləri onların həmin o yerli əhalinin kütləvi surətdə məhv olunması və Məhv olmasına sürətli gətirib. məskunlaşma ilə yekunlaşıb hesab olunur. İlk İngilis koloniyası nə zaman salınıb? 1607-ci ildə əvvəlki kitablarda o Jamestown koloniyası idi. Yəni Bəli. Virginiya. Amerikanın şimalında, bəli. Atlantik okeanı Qeyd eləyin. Buyur, 7 illik müharibənin səbəbi nə idi? 7 illik müharibə 1756-63-cü ildə oldu İngiltərə Fransa arasında. Elə o Şimali Amerikada müstəmləkələr uğrunda mübarizə idi. Bu mübarizədə də İngiltərə qalib gəldi. Fransaya məxsus olan Benqaliyanı, Kanadanı ələ keçirdi. Müəyyən bir məhsul istehsal edən iri əkinçilik təsərrüfatı nə sayılırdı? Necə müəllim? Müəyyən bir məhsul istehsal edən iri əkinçilik təsərrüfatı nə sayılırdı? Bu plantasiya. Plantasiya hesab olunacaq, bəli. Şimali Amerikada İngiltərənin müstəmləkə siyasəti ilə bağlı, burada Bəli. vergilərlə bağlı hansı məqam var idi? Burada müəllim vergilərlə bağlı orada deməli ingilislər əslində yəni Şimali Amerikada feodal qaydalarını falan tətbiq edirlər burada. Yəni onlara sərf edir. Çünki böyük gəlir mənbəyi hesab edirdilər müstəmləkələrini. Burada müəyyən məsələn məhsulları qadağa qoydular onlar. Dəmir istehsalıdır, sonra parça toxunmasıdır. Yəni bu məhsulların istehsalına qadağa qoydu. Çünki bu məhsulları öz ölkələrində istehsal edib gətirib hazır şəkildə burada baha qiymətə satırdılar. Daha Yəni sonra idxal olunan fransız və Bəli, Holland mallarına bəli, yüksək vergi bəli, gömrük ödənilməli idi. tətbiq Vergi ilə edildi. bağlı olan məsələ bundan ibarətdir. Amma bəli, yəni bir çox başqa qadağalar da qoyulmuşdu. Məsələn, Bəli, bəli. kolonistlərin qərbə doğru Bəli, köç qərbə etməyi doğru köç məsələsi. etməsi qadağa olundu, bəli. Sonra 65-də orada möhür qanunları tətbiq olundu. Bu da əhalinin təbii ki narazılığına səbəb oldu. Qəzet, Koloniyalara məhsul hazır şəkildə İngiltərədən gətirilməli idi. bəli, Belə bəli. deyilir. Və siz qeyd eləyin zəhmət olmasa. İstiqlaliyyət bəyannaməsinin mənfi cəhətləri nədən ibarətdir? İstiqlal bəyannaməsinin mənfi cəhəti o idi ki, həm hinduların, həm də quldarlığı ləğv etmədə hinduların məhvinin də qarşısını almalıdır da müəllim. Yəni qulların və hinduların hüquqlarının nəzərə alınmaması ilə Bəli. bağlı. Bəs qeyd eləyin zəhmət olmasa, azadlıq mübarizəsinə kimlər rəhbərlik edirdilər, başçılıq edirdilər? Azadlıq mübarizəsində burada vətənpərvər plantatorlarla burjuaziya rəhbərlik eləyirdi. Bəs onlar hansı şəhərdə ümumiyyətlə konqres keçirdilər və George Washington Azadlıq Ordusunun komandanı elan etdi? Filadelfiya şəhərində 1775-ci ildən söhbət gedir. Filadelfiya şəhərində keçirilən qurultayda. 1777-ci ildə hansı döyüş baş verib? 1777-ci ildə Saratoga döyüşü oldu. Bu döyüşdən sonra artıq Amerikan beynəlxalq nüfuzu gücləndi və bundan sonra Franklin Benjamini Avropaya göndərir yardım almaq məqsədi ilə. Burada da ABŞ-da fransızlar İstiqlaliyyət müharibəsinin bir var Bəli. əhəmiyyəti, bir var müharibənin səbəbləri, bir də ki var nəticəsi. Siz mənə Bəli. əhəmiyyəti barədə danışın. Mən əhəmiyyəti oldu ki, burada demokratiya quruluşu, yəni monarxiya üzərində bir növ qalib gəldi. Sonra Avropa inqilablarının, yəni Avropada baş verəcək inqilablara təsir göstərdi. Bir də vətəndaş cəmiyyətinin, yəni qurulmasında mühüm addım oldu, mühüm rol oynadı. Yəni demokratiya, monarxiya və müstəmləkə Bəli. üzərində qələbə qazandı. Bir də ki, Amerika Birləşmiş Ştatlarının bu istiqlaliyyət müharibəsi zamanı hansı faktor idi ki, biz
Səfəvilər dövləti ilə oxşar cəhət götürürük. Ə, Burada müəllim, yəqin ki, müharibədə kömək Səfəvlərlə oxşar cəhət. Yox. Yandırılmış Yəni torpaq baxın, taktikası müəllim, yandırılmış torpaq bəli, taktikası. yandırılmış torpaq taktikası Təhmasibin deməli Bəli, atdığı yandırılmış addımlar. torpaq taktikasıdır. Sonra partizan hərəkatıdır. Bu partizan hərəkatını biz bir çox yerlərdə, dövlətlərdə bizə məlumdur. Albaniyada da qanıq Bəli, döyüşündə biz Albaniyada da var, bəli. Aşağı palata nədən ibarətdir müəllimə? Aşağı palata müəllim nümayəndələr palatasıdır. Bu konqres edir ki, iki palatadan ibarətdir. Yuxarı palata senatıdır, aşağı palata nümayəndələr palatası. Bu da xalqı, yəni seçki yolu ilə nümayəndələr Üzvləri palatası. birbaşa xalq tərəfindən seçki yolu ilə Seçki seçilir. yolu ilə həyata keçirilirdi, bəli. Bəs qeyd edin, məhkəmə hakimiyyətində əsasən hansı məhkəmədən söhbət gedir? Ali məhkəmədən söhbət gedir burada. Onlar hakimləri də senat təsdiq edirdi və prezident də ömürlük vəzifəyə təyin edirdi bunları. Yəni məhkəmə də qanunların konstitusiyaya uyğun olub olmamasına ki, nəzarət edirdi. Bir də konstitusiyanın dövlətin ali qanunu kimi tərtib edirdi də, təsdiq edirdi. Yəni konstitusiyanı dövlətin ali qanunu Bəli. kimi tətbiq edirdi, yəni Bəli. ictimai cəmiyyət içərisində. Bəli. Bəs qeyd edin, ölkəyə qul gətirilməsi qadağan edildi. Nə zaman? Deməli, ölkəyə qul gətirilməsi qadağan olundu. Müəllim, bu Thomas Jeffersonun dövründə. Thomas Jefferson tarixdə öyrənilmiş neçə şəxsiyyət sırasında qeyd olunur? 100 şəxsiyyətdən biri olubdu. Amma adı o Raşmor dağında 4 prezidentdən biri də Bəli, deməli bu Thomas Jefferson. Bəs qeyd eləyin. Amerika qitəsində ABŞ-un nüfuz dairəsinin genişləndirilməsinə imkan yaradan faktor. Amerika qitəsində Bəli. bu müəllim Theodore Roosevelt'in dövrü deyil. Roosevelt'in dövründə belə bir məqamlar var. Buna bənzər məqam var. Amma məsələn, baxın bu 19-cu əsrin birinci yarısında baş vermiş Bu proses. müəllim Monroe doktrinası ilə bağlı idi. Bəli. James Monroe'nun həyata keçirdiyi doktrina ki, burada əsas məsələ vardı. Yəni Avropa sistemi idi, səhv etmirəmsə, bir də Amerika. Yəni Amerika öz işi, dövlətin yəni belə desək də Avropa Amerikanın işlərinə qarışmamalıdır. Amerika da Avropanın işlərinə qarışmamalı idi. Tamamilə doğrudur. Bəs qeyd edin, Amerika Birləşmiş Ştatları nə zaman elmi texniki nailiyyətlərini geniş tətbiq edildiyi sürətli iqtisadi inkişafa qədəm qoydu? Bu 20-ci əsrin əvvəlidir. Tamamilə doğrudur. Bəs qeyd eləyin, nə zaman ABŞ hökuməti böhrandan çıxmaq üçün islahatlar keçirdi? Bu təbii ki, mən iqtisadi dünya böhranıdır. 20-ci əsrin əvvəldə 1900-1903-cü illər. Dünya iqtisadi böhrandan çıxış etmək üçün. Tamamilə doğrudur. Burada da Böyük dəyənək siyasətinin mahiyyəti nədən ibarətdir və məqsədi nədən ibarətdir? Böyük dəyənək siyasəti o Theodore Roosevelt'in dövründə həyata keçirildi. Yəni burada əsas məqsəd Latin Amerikasının, yəni Amerikanın Latin Amerikası ölkələrində əsas söz sahibi olması, bir də onun beynəlxalq, yəni aləmdə nüfuzunu möhkəmləndirmək siyasəti. Tamamilə doğrudur. Təşəkkür edirəm Könül müəllimə. Çox sağ Davam olun. edirik. Günel müəlliməsindən davam edəcəm. Bəli müəllimə, narahat olmayın. Aydındır, siz qeyd edirsiniz. Günel müəlliməsindən davam edəcək. Müəllimə, zəhmət olmasa qeyd eləyin. İngiliscə boş ev, boş sahə, torpaq deməkdir. Bu homestead deməkdir. Homesteadlər haqqında qanunda 1862-ci ildə verilmişdi ki, torpaq becərmək istəyən hər bir Amerikalıya qərb ərazisindən 65 hektar torpaq sahəsi verilirdi. Orada mütləq qul əməyindən istifadə olunmamalı idi. Bəs qeyd edeyim, 1866-cı il düzəlişində hansı məqam qeyd olunmaqdaydı? Bu ölkənin bütün ölkədəki bütün qaradərli, ağdərli arasında irqari seçkilik aradan qaldırılır. Mütləq siyasi hüquqlar aldılar da qaradərlilərdə. ABŞ-da köləlik nə zaman ləğv olundu? 1862-də azad olunma haqqında fərman verilir, 63 yanvarın 1-dən qüvvəyə minir. Amerika Birləşmiş Ştatlarında azad rəqabət mühiti yaxşılaşdırıldı. Azad rəqabət mühiti yaxşılaşdırıldı. Bu 20-ci əsrin əvvəllərində baş verirdi. Hansı prezidentin fəaliyyəti nəticəsində? Theodore Roosevelt'in dövründə. Yox. Bu Woodrow Wilson həyat keçirdiyi islahatlarla bağlı.
Qərbi İdribilson islahatları ilə bağlı. Bəs qeyd edeyim, Wilson nə zaman prezident vəzifəsinin icrasına başladı? 1912-də seçilir, 13-cü ildən 21-ci ilə qədər prezident vəzifəsində olmuşdu. 20-ci əsrin əvvəllərində dünya ticarəti və kapital ixracına görə dünyada birinci yerdə olan dövlət. Amerika. Yox, baxın. Dünya ticarəti və kapital ixracına görə dünya İngiltərə. Birinci yerdə İngiltərə, ikinci yerdə Fransa idi. Bəs qeyd eləyin, dünyada sənaye məhsul istehsalına görə birinci yerdə dayanan dövlət. Bu ABŞ-dır. Avropada sənaye məhsul istehsalına görə birinci yerdə dayanan dövlət. Bu Almaniyadır, ABŞ-da. Bu Almaniyadır, Avropada. İngiltərə Fransanı ötüb keçir. Nazirləri vəzifəyə təyin edərkən onların bacarıqlarına və regional mənsubliğine diqqət yetirərək ştatlar arasındakı birliyin güclənməsinə çalışdı. Bu Thomas Jefferson dövründə. Jefferson neçənci illərdə prezident oldu? 1801-9. Neçənci ildə Washington abidəsi Londona bəxş edilib? 1924-cü ildə o istəmirdi da, ümumiyyətlə İngiltərəyə getməyini istəmirmiş. Ona görə o abidənin alt hissəsinə Amerika torpağı tökürlər. Tamamilə doğrudur. George Washington neçənci illərdə prezident olub? 1789-99. Aslında 99 deyil o müəllimə. 99-cu ildə vəfat eləyir Washington. 97-ci ildir. Burada nəsə çap səhvi gedib deyəsən. Yəni 97-ci ildir. 97-1801-ci illər başqa prezidentdir. Yəni bunu yadda saxlayın, yəni bunu işarələyin. 97-dir. Bəs qeyd eləyin. ABŞ prezidentlərinin iqamətgahı haraya hesab olunur? Washingtonda Ağ Ev. Bu da George Washington'un deməli, onun dövründə təməli özü qoymuşdu, amma o tikiləndən 2 il sonra deməli 2 il öləndən sonra tikilib hazır olunmuşdu. Tamamilə doğrudur. Bəs qeyd eləyin, məhkəmənin hökmü olmadan axtarış və həbslərin qadağan edilməsi nə vaxta aiddir? Məhkəmənin hökmü bu 1791-ci il hüquqlar haqqında bildə. Tamamilə doğrudur. Siz mənə qeyd eləyin, ABŞ-da istiqlaliyyət müharibəsinin səbəbi? İstiqlaliyyət müharibəsinin səbəbi İngiltərənin müstəmləkə zülmü idi, feodal qaydaları tətbiq etməyə çalışması idi. Sonra bir də bura ucuz xammal bazarı və bahalı satış bazarı, ucuz xammal mənbəyi və bahalı satış bazarı kimi baxması. Tamamilə doğrudur. ABŞ-ın istiqlaliyyət müharibəsinə qalib gəlmə səbəbləri, 4 dənə səbəb qeyd olunur burada. Hansı səbəblərdir? Bu kolonistlər Amerikaya öz vətənləri kimi baxırdılar. Həm partisan müharibəsindən yandırılmış torpaq taktikasından istifadə etmələri idi. Bir də kolonistlərin motivasiyasının güclü olması idi. Həm də müharibə İngiltərədən uzaqda gedirdi. Bura çoxlu xərc tələb olunurdu. Buna görə İngiltərə özündə vergiləri qaldırırdı. Bu əhalinin narazılığına səbəb olurdu. Ona görə əhali tələb eləyirdi ki, müharibə dayansın. Həm də Fransa, İspaniya, Hollandiya da ABŞ-a yardım eləyirdi müharibədə. Tamamilə doğrudur. ABŞ-da qanunverici orqan neçə palatadan ibarət idi? 2 palatadan, yuxarı palata, aşağı palata. Yuxarı senat, o 2 nəfər hər ştatdan seçilirdi, senatorlar. Aşağıda nümayəndələr palatası, bunun üzvləri birbaşa xalq tərəfindən seçki yolu ilə seçilirdi. Prezidentin səlahiyyətlərinə aid olan məsələlər hansı məsələlərdir? Deməli, prezident qanunlar icra eləyir, xarici məsələlərə nəzarət eləyirdi, siyasətə veto qoya bilirdi, ali məmurları seçirdi. Bir də müharibə vaxtı hərbi qüvvələrə rəhbərlik eləyirdi. Tamamilə doğrudur. Bəs qeyd eləyin, ABŞ-ın dövlət quruluşu necə oldu ABŞ konstitusiyasına görə? Federativ respublika. Federativ respublika elan olundu. Bəs qeyd eləyin, istiqlaliyyət müharibəsindən sonra ABŞ-ın iqtisadi inkişafını təmin edən əsas amillər hansılar idi? Burada münbit torpaqları var idi, faydalı qazıntılarla zəngin. Müharibə xərci az idi, həm də Avropadan kənardaydı, ərazisində müharibələr olmurdu. Tamamilə doğrudur. Yəni, məsələn, tutaq ki, Avropanın daha sonradan deyirik ki, Napolyon müharibələri bürüdü, amma, məsələn, Amerikada müharibə baş verməmişdi. Bu da mühacir axınına səbəb olurdu. Philadelphia Konqresi nə zaman çağırılıb?
Filadelfiya Konqresi çağırılmışdı 1775-ci ildə bu ordu qurmaqdan ötürü. Ordunun başında George Washington durur. İngilislərin hindularla toqquşmalarının İngilislərin qələbə çalmasının səbəbləri. Hindular deməli ibtidai icma dövründə qəbilə quruluşunda yaşayırdılar. Bunlar arasında birlik yox idi. Həm də silahları, ordu silahı yox idi. Nizamlı orduları yox idi ona görə. Pis silahlanmışdılar, bəli. Hmm. Bəs qeyd eləyin, nəticəsi nə oldu bu müharibənin, toqquşmaların? Hinduların bir çoxu məhv olur, soyqırıma Bəli. məruz qalırlar. Bir də onlar Hindular qərbə doğru çəkilirlər də ölkənin qərbinə sıxışdırılır. Tamamilə doğrudur. Atlantik okean sahillərində İngilis koloniyalarının sayı 13 oldu və onlar birlikdə özlərini nə adlandırdılar? Yeni İngiltərə. 17-ci əsrdə İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin əksəriyyəti kimlər idi? Borc üzündən bezib gedənlər, torpaqsızlar, dini təqiblərə ən çox Torpaqsız əvvəlki kəndlər və kitablarda din- yazıldılar, puritanlar. Bəli. Tamamilə doğrudur, bəli. Bəs qeyd eləyin, nə zaman İngiltərə parlamentinin qəbul etdiyi qanunla koloniyaların başqa ölkələrlə ticarət əlaqələri məhdudlaşdırıldı? Bu 18-ci əsrin ortalarında 1765-də Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin, hakimiyyətin mənbəyi xalq elan olundu. Nə zaman, yəni nəyin əsasında? İstiqlaliyyət bəyannaməsi ilə Tamamilə doğrudur. İngiltərəni zəiflətmək üçün ABŞ-ın müstəqilliyini tanıyaraq onunla ittifaq və ticarət sazişi bağlayıb borc verdi. Fransa. Hakimiyyət neçə qola bölünürdü ABŞ-da? 3 icra edici, məhkəmə, bir də qanunverici. Fransa inqilabından sonra Avropa dövlətlərinin koalisiyası Fransa ilə müharibəyə başlayarkən hansı proseslər baş verirdi? Deməli, onda Fransa kömək istəyir ABŞ-dan, səhv eləmirəmsə, ABŞ da ona yardım eləmir, birtərəfliyini qoruyur. İngiltərə ilə ticarət əlaqələrini davam edir. Bu da bunların münasibətlərini pozur. Amma sonra Napolyon hakimiyyətə gələndə Avropada apardığı müharibələrə görə Amerika ilə münasibətləri nizamlayır. Sonra da Napolyon işğalçı müharibələr zamanı Luiziyana ştatında 1803-cü ildə satır Amerikaya. Yəni Fransa ABŞ-dan İngiltərə və İspaniyaya qarşı müharibədə dəstək gözlədi. Bəli, Elə amma bilmə. ala bilmir. Ala bilmədi. 1812-1814-cü illər müharibəsinin səbəbləri. Burada ABŞ Kanadanı işğal etmək istəyirdi. Böyük Britaniyada əvvəlki müstəmləkələrini qaytarmaq, həm də o birinci müharibədə əvəzinə çıxmaq istəyirdi. Bir də Böyük Britaniya donanması ABŞ-ın Avropa ölkələrinə, xüsusən Fransaya ərzaq daşıyanda onları müsadirə eləyir. Bu narazılığa səbəb olur. Amma müharibənin başlaması Amerika başlayır müharibəni. 1812-də Kanadaya hücum eləyir, ondan başlayır. 19-cu əsrin əvvəllərində ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar yaradan amillər. Kapitalizmin inkişafı üçün. Bəli. Burada şimalla cənub arasında fərqdən deyirsiniz, Yox, yoxsa? baxın. Köməkdən istifadə edə bir məsələ ilə bağlı biz kim bilər bunu? Kim bilərsə əllərini qaldırsınlar, zəhmət olmasa. Bu James Monroe doktrinası əsasındaydı mən. Yox, müəllimə. Nailə müəllimə, buyurun. Müəllim, 19-cu əsrin əvvəllərində ABŞ-a çoxlu miqdarda əhali də köç eləyirdi. Onlar da ən çox inkişaf eləmiş şimal tərəfə, qərbə köç eləyirdi. Bax, bunun nəticəsində olub bu. Bəli, qərbdə məhdudlaşma kapitalizmin inkişafı üçün geniş imkanlar yaradır. Çünki şimal inkişaf eləmişdi. Bəs qeyd edin, ümumiyyətlə ABŞ-da kimlər, hansı təbəqələr idi? Onlar quldarlığın ləğv olunması üçün mübarizə aparırdılar. İri plantatorlar idi da, iri torpaq sahibləri, bir də burjuaziya nümayəndələri. Fermerlər, fəhlələr, qabaqsız ziyalılar, bunlar quldarlığın ləğv olunması üçün mübarizə aparırdılar bu həmin dövrdə. Təşəkkür edirəm Gülnar müəllimə. Sağ olun. Davam edirik. Gülnar müəlliməsinə davam edəcəm. Bəli, müəllim, buyurun. Müəllimə, zəhmət olmasa qeyd edin.
1860-cı illərdə ABŞ-da ümumiyyətlə hansı proses baş verdi 60-cı ildə? Bu dövrdə bu quldarlığın ləğvinə görə demokratlar heç bir işə görə bilmirlərdi, yəni qarşı durma yaranır. Bundan da respublikaçılar istifadə edəcək, Avram Linkoln hakimiyyətə gələcək. Ona görə də sonra cənub quldarları da onlar konfederasiya şəklində, yəni Amerika Ştatlarının konfederasiya birliyini yaradacaqlar şimala qarşı. Bəs bu addımdan sonra Abraham Lincoln nə etdi? Bu ayrılan ştatlar ki var idi, cənubda, Hə. yəni ayrılan konfederasiyanı quranlar, onları qiyamçı adlandırır və mübarizəyə başlayır. Və beləliklə ABŞ-ın Vətəndaş 60-cı müharibəsi illərində başlayır. təcarəti vətəndaş müharibəsi hesab Bəli. olunmalıdır. Müharibənin əvvəlində kimlər qalib gəlirdi? Əslində orada müəllim cənubda plantatorlar istifadə eləyir, belə deyim, ümumi danışsam olar qısaca oradan. Bəli, onlar Çünki var. orada qarışıq iki dənə fikirlər var idi ki, bu plantatorlar kölələrə qarşı irqi qarşı durmanı qızışdırırlar, istifadə eləyirlər də bu ayrı seçkilikdən. Ancaq əsas məsələ isə bu protestantlarla şimal axı cənub arasında dini ayrı seçkilik də var idi, katoliklər arasındakı mübarizə idi və müharibənin belə deyə əvvəlində də şimal hazır deyildi deyənə. Ona görə də məğlub olurlar. Amma sonra Şimal Ştatları üstünlüyü alacaq, ancaq o da üstünlüyü liberal islahatlar keçirmək yoluna, əhalini öz tərəfinə çəkmək yolu ilə alacaqlar. Nə zaman ABŞ-da iki hakimiyyətliyə son qoyuldu? ABŞ-da iki hakimiyyətləri elə bu hadisədən sonra qoyuldu, vətəndaş müharibəsinin nəticəsində. Yəni nə vaxt, hansı ayda? 1865-ci ilin yaz ayı, aprel ayında. Aprel ayında. Amma aprel ayının 14-də də elə nə elədilər onlar? Onlar Bəli, o Abraham cənublulardan bir nəfər də bilmirəm neçə nəfər axır teatr salonunda sui-qəsd nəticəsində Avram Lincolnu öldürdülər. tamamilə doğrudur. Bəs qeyd edin, Avropada nüfuzunu yüksəltməklə ümumdünya ağalığını təmin etmək cəhdi kimə məxsusdur? Nüfuzunu yüksəltmə ümumdünya bu Theodore Roosevelt-ə Theodore Rooseveltin iqtisadiyyatla bağlı tədbirləri hansı tədbirlər idi? iqtisadiyyatla bağlı tədbirləri müəllim o əsasən trestlər əleyhinə qanun vermişdi dövlətdə. O iri trestlərdir ki, inhisarçı qruplardır ki, onların fəaliyyətini biraz nəzarətə alır ki, imkan vermir onlar mərkəzləşməyə qarşı, mərkəzləşdirmə siyasətinə qarşı çıxsınlar. Yəni onların qarşısı alınır. Yəni baxın, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi Nəzarəti istiqamətində ilk gücləndirir. addımlar atdı. Baxın. Bəli. Deməli, Theodore Roosevelt iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atdı. Və konqresdə trestlər əleyhinə qanunlar qəbul etdi. İri trestlərin, digər inhisarçı qrupların Qrupların fəaliyyətini dedim, vurğuladım onu. alınmaqla kapitalın həddindən artıq mərkəzləşməsinin qarşısını alıb. Belə bir məqam qeyd olunmaqdadır. Bəs yaxşı, hansı ərazidən Avropa dövlətlərinin sıxışdırıb çıxarılmasını istəyirdi? Belə bir siyasət yürütdü. Avropada nüfuzunu yüksəldir. O Latın Amerikasından istəyir ki, Avropa dövlətləri çıxsın. Tamamilə doğrudur. ABŞ-ın ərazisinin xeyli genişlənməsi hansı prezidentin dövrünə təsadüf edir? Ərazisinin xeyli genişlənməsi ilk dəfə bu müəllif var idi, İstiqlaliyyət Thomas Jefferson. Bəli, həm də prezident olmuşdu və bu Bəli. Thomas Jeffersondan bağlı hesab olunur. Bəli. ABŞ-da istiqlaliyyət müharibəsinin nəticəsi Nəticəsi müəllim, demək İngiltərə müstəmləkəçi siyasətinə bir növ qalib gəlir ABŞ. Ərazisini genişləndirə bilir. ABŞ İngiltərə kimi güclü dövlətə qalib Bəli, gəldi və qalib ərazini genişləndirdi. genişləndirdi dedim. Belə bir məqam qeyd olunmaqdadır. Bəs qeyd eləyin, bu qələbə ilə ABŞ istiqlaliyyət müharibəsinin taleyini həll etdi. O Yorkdan döyüşüdür, 1781-ci ildəki döyüş. İngiltərə müharibəni davam etdirməyə güclü qalmadı. Bəli, çünki artıq parçalanma gedirdi ordusu arasında. Bu da elə Yorkdan döyüşündən qabaq idi. Dövlətlər ki, ona qarşı birləşmişdilər ona görə. Tamamilə doğrudur. İngilislərin hindularla toqquşmalarının səbəbi Hindularla toqquşmalarının səbəbi əsasən onların torpaqlarını ələ keçirirdilər və daha irəliyə, materikin daha içərilərinə doğru irəliləyirdilər və bu da həmçinin qəddar rəftarlarına görə, amansız rəftarlarına görə yerli əhali ilə münasibətlərində ziddiyyət yaranırdı, qarşıdurma yaranırdı.
Burada belə bir məqam qeyd olunmaqdadır müəllimə. Gəlmələr emalatxana və manufakturalar yaradırdılar. Hansı məqamla bağlı hesab olunur? Bu şimal koloniyalarından bağlı idi. İqliminə görə idi orada demək fermer təsərrüfatı inkişaf elədi və orada şimal koloniyalarında muzlu əmək tətbiq olundu. Bu da kapitalist münasibətlərinin inkişafının şərait yaradacaq. Amma cənub Bəli. koloniyalarında isə belə deyək, yəqin iqlimlə, isti iqlimlə əlaqədar əkinçilik, qarğıdalı, kartof, çəltik, tütün bu plantasiyalar Aha. yaradılırdı. Bu şimal koloniyalarında eyni zamanda torpaqların münbit olmaması faktı var da. Bəli, torpaq da münbit deyildi, iqlim də təsir eləmişdi. Şimali Amerikadakı İngilis koloniyalarının idarə edilmə qayda qanunları necə təyin olunur, necə tənzimlənirdi? O elə Hindistandakı müstəmləkə siyasəti kimidir. Burada qubernatorlar tərəfindən idarə olunurdu və hər bir koloniyanın özünün məclisi var idi. Məclis də ancaq vergi müəyyənləşdirə bilərdi, qanunlar qəbul edə bilərdi. Amma qubernatorun bir belə deyək hüququ var idi ki, o qanunlar hansısa bir məclisin qərarını ləğv edə bilərdi, veto qoya bilərdi də bir növ. Tamamilə doğrudur. Bəs qeyd edeyim, bütün insanların bərabər yarandığı, xalqın işğalçıları devirmək və öz hökumətini qurma hüququ elan edildi. Bu istiqlaliyyət bəyannaməsinə əsasən. Federal sistem nə deməkdir? Federal sistem bu Amerikada 1787-ci ildə quruluşuna əsasən yaranmışdı. Mərkəzi hökumətlə səhv eləmirəmsə əyalətlər arasında bölüşdürücülük bir sistem idi. Tamamilə doğrudur. ABŞ konstitusiyasının məhdud cəhəti. Məhdud cəhətə bu qullarla bağlı iştirak belə deyək də əmlak siyasəti tətbiq olunmuşdu deyənə. Qullar idi, hindular idi, ağdərilərin ancaq yoxsul təbəqələri idi, qadınlar idi, səs vermə hüququndan məhrum idilər. Bir də ştatların daxili qanunvericiliyi ilə bu hüquqlar məsələsi, seçki hüququ həll olunurdu. Amerikanın atası hesab olunur. O George Washington idi. ABŞ-ın ilk dövlət katibi. İlk dövlət katibi olubdu Thomas Jefferson. Amma belə deyək də, ondan sonra səfir olubdu həm də Thomas Jefferson. Ondan sonraki səfir isə Thomas Jeffersondan əvvəl Franklin idi, sonra da Thomas Jefferson idi. Bəs qeyd edin, Thomas Jefferson ölkəni möhkəmləndirmək üçün bir sıra sahələrdə tədbirlər həyata keçirdi. Hansı tədbirlər hesab olunacaq bunlar? Bəli, o nazirləri vəzifəyə qəbul edəndə onların bacarıqlığına baxırdı. Bir də regional mənsubluğuna diqqət yetirirdi. Birliyi gücləndirməyə çalışırdı. Hətta Onlar Fransada ümumiyyətlə onun dövlət idarə etməsi ilə bağlı baxın prinsiplərdir. Bu razıyam, doğrudur, belədir. Amma dövlət möhkəmləndirmək üçün də bir sıra addımlar atır. Məsələn, seçkilərdə iştirak deyim, əmlak senzini ləğv eləyəcək, bayaq ki, məsələn, konstitusiyanın məhdud cəhətini aradan qaldıracaq. Sonra məhbuslar idi, borclular haqqında humanist qanunlar qəbul eləyəcək. sonra başqa hansı addımlar atıb? Başqa köləliyin ləğv olunmasına çalışır, ancaq ləğv eləyə bilmir, amma qul gətirilməsini Bəli. ölkədə qadağan eləyəcək. Bir də Vətəndaşların sosial vəziyyəti ilə bağlı mütərəqqi addımlar bəli, atıb. mütərəqqi addımlar Nəyə atacaq. icazə verib? Nəyə, necə müəllim? Nəyə icazə verib başqa? Nəyə Kölə icazə verib? axınlarının qarşısını alacaq o. Sonra Qul gətir- ölkənin qərbindəki boş torpaqlarda məskunlaşmağa icazə verib. Bəli. Bundan bağlı hesab olunacaq. Bəs qeyd eləyin. ABŞ cənubda zəif hansı dövlətin yerinə güclü hansı dövlətin mülki ilə sərhədinin Bəli. olmasını arzulamır. Bəli, İspaniya kimi zəif dövlətin yerinə istəmirdi ki, Fransa ilə sərhəddə olsun. Tamamilə doğrudur. Bəs qeyd eləyin, ABŞ iqtisadiyyatına zərbə endirildi, şəhər ələ keçirildi, Amerikalılar yenidən mərkəzə soxulan qoşunları məğlub etdi. Bu İkinci Vətəndaş müharibəsində olmuşdu Böyük Britaniya ilə. Kanadaya birinci əslində ABŞ qoşun yeridir. Sonra isə ingilislər daha uğurlu addımlar atırdılar. Amma əhali yenidən vətənpərvərlik naminə əvvəllər elə ifadə işlədilirdi ki, güclərini birləşdirir, İngilis qoşunlarını məğlub elədilər. Tamamilə doğrudur. Təşəkkür edirəm mən. Buyurun mən. Davam edirik. Nailə müəllimə sizdən davam edəcəm. Bəli, müəllim. Müəllimə, doktrina nə deməkdir?
Doktrina yəqin ki, tam hakimiyyətə malik olandır da, müəllim. Yox, tam hakimiyyətə malik olan imperatordur. Hə. İmperium sözü tam hakimiyyətə malik olan demək. Doktrina başqadır, doktrina. Məsələn, tutaq ki, hansısa bir dövlət deyir ki, məsələn, tutaq ki, məsələn, Vladimir Putin Qara dənizə dair bir doktrinanı təsdiq etdi. Yəni, doktrina bir ideoloji, təlim, konsepsiya, sənəd, əsas Hə. nəzəri prinsiplər, siyasi prinsiplər toplusu. Baxın, ideoloji bir hər hansı bir manifest səviyyəsində bir şüar. Başa düşürsünüz? Yəni ideyalar. Oldu müəllim. Məsələn, hə, Aleksandrın verdiyi manifest, qanun kimi doktrina. Başa düşdüm müəllim. Bəs qeyd edin. Kimin prezidentliyi dövründə ölkənin xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verib? Xarici siyasətdə müəllim o Thomas Jefferson olar. Yox, Jeffersonda xarici siyasətlə bağlı çox da əhəmiyyətli dəyişikliklər baş verməyib. Əsasən daxildə baş verib. Amma məsələn, hansı ABŞ prezidentliyi dövründə ölkənin xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verdi, baxın bu dövrdə. Bu Rooseveltlə bağlıdır. Theodore Rooseveltlə bağlıdırsa bu olacaq. Oldu müəllim, hə. Qeyd edin, 20-ci əsrin əvvəllərinə qədər ABŞ-ın beynəlxalq siyasətinin əsasını dayanan prinsipi hansı prinsip hesab olunur? Müəllim, belə idi ki, elə bil o dediyiniz Theodore Roosevelt-ə qədər təcridçilik siyasəti yeridilirdi, amma bundan sonra Theodore Roosevelt öz prezidentliyi dövründə elə bil bir növ bundan imtina edir də, ümumdünyada söz sahibi olmaq üçün mübarizə aparır. Yəni dünya Tamam. dövrü. Homesteadlər haqqında qanun qəbul olunub. Bu qanunun mahiyyəti nədən ibarətdir? Müəllim, Homesteadlər haqqında qanun o vətəndaş müharibəsi gedişində olubdur. 1862-ci ildə olub. Onun mahiyyəti ondan ibarət idi ki, elə bir cüzi məbləğ müqabilində 65 hektara qədər torpaq alınmalı idi. Bir də bu torpaqlarda kölə əməyindən istifadə olunmamalı idi. Tamamilə doğrudur. Bəs qeyd edin, Woodrow Wilson neçənci illərdə prezident olub? Elə bil 1912-ci ildə prezident seçilibdi. 13-dən 21-ci ilə qədər də prezident səlahiyyətlərini yerinə yetiribdi. Benjamin Franklinin Avropaya göndərilməsi neçənci il hesab olunur? Bir dəqiqə müəllim, o elə bil ki, İstiqlaliyyət müharibəsi yox, 60-cı illər olar müəllim o. Yox, 60-cı illər niyə olsun ki? Qoy Nə bir zaman dəqiqə. göndərildi? Bir dəqiqə. Hə, birinci İstiqlaliyyət müharibəsi ərəfəsində olub müəllim o. Ərəfəsində yox. Gedişində, bəli, kömək məqsədindən gedişində olub, bəli, bəli. 78-ci ildə, 1778-ci ildə baş verib. Bəli. Bəs qeyd edin zəhmət olmasa. Neçənci ildə Amerika Ştatlarının Konfederasiyası yaradılıb? Konfederasiya birlik deməkdir. Mən Bəli. fikirləşim onu. Konfederasiya. Mənim tamam çaşdım. Özünüz deyin. Konfederasiya. Köməkdən istifadə edək. Bizə kömək eləyəsin məsələ bağlı. Səidə Hüseynova. Müəllim, o Cənub Ştatları birləşirlər 1861-ci ildə Amerika Konfederasiyası rəhbəri də Davis olur. Bəli, bəli. Tamamilə doğrudur. Vətəndaş müharibəsində olub o. Bəli, müəllim. Bəli, bildim. Bəs qeyd edeyim müəlliməm. Avropa dövlətlərinin Latin Amerikasındakı öz ağalıqlarını bərpa etmək istəyinə qarşı yönəlmişdi. Monroe doktrinası. Bəli, Monroe doktrinası. Monroe kim olubdu? O 1823-cü ildə ABŞ prezidenti olub, James Monroe. Tamamilə doğrudur. ABŞ-ın Fransadakı səfiri kim idi? Həm Benjamin Franklin olubdu, həm də Thomas Jefferson. Tamamilə doğrudur. Ağ evin tikintisi ilə bağlı Konqresin bir qərarı var idi. O qərar nədən ibarətdir? Müəllim, orada elə bir George Washington şərəfinə abidə ucaldılar.
Aha, Amerikada, yəni ondan hündür abidə ucaldılmamalıydı. ucaldılmamalıydı. Bəli, belə bir məqam qeyd olunmalıdır. Bəs qeyd eləyin. Müharibənin əvvəlində İngilis donanması e, hansı addım atmışdı ki və nəticə etibarilə Amerika ordusunun təminatı çox pis idi? Müəllim, ikinci müharibədə Yox, 12-14 birinci müharibədə. bir dəqiqə müharibənin girişində Müharibənin əvvəlində ingilislər hansı addım atmışdılar ki, nəticədə Amerika ordusunun təminatı çox pis idi? bilmədim onda. Bəlkə Sonra- onları blokadaya alıblar, ona görə Bəli, tamamilə doğrudur. Blokadaya alması ilə bağlı hesab olunacaq. Bəli, ona görə də onların da təminatı pis idi deyə. Amma sonra George Washington deyir, addımlar atır, Bostonu azad edir, amma buna baxmayaraq yenə də ki, New Yorkla Filadelfiyanı tutur ingilislər. Boston limanı nəyə görə bağladıldı? Müəllim, çünki orada İngiltərə ölkəsi Amerika üzərinə müəyyən qadağalar qoymuşdu. Buna görə də o İngilis məhsullarını boykot eləmək üçün 1773-cü ildə o Boston çay qonaqlığı olur da, o çaylar yeşiklərini suya atdıqlarına görə həmin o Boston limanını bağlayır İngiltərə dövləti. Tamamilə doğrudur. Necə oldu ki, Amerika xalqı formalaşdı? Müəllim, bura yəni nətər İngiltərədən koloniyalar gəlir, həm şimalda, həm cənubda məskunlaşırlar. Sonra onların bir-birinə nətər deyim, əlaqəsi nəticəsində elə Amerika xalqı formalaşır da. Koloniyalar bir-birindən qaynayırlar, qarışırlar bunun nəticəsində. Tamamilə doğrudur. Bəs qeyd edin, müharibənin gedişində koloniyaların əhalisi hansı hissələrə bölünmüşdülər? İki hissəydi olar. Biri burja, biri vətənpərvərləri idi, biri də burjuaziya idi deyəsən. İstiqlaliyyət tərəfdarları, hə də burjuaziya vətənpərvərlər. Bəli, yəni əleyhdarlarına və istiqlaliyyət tərəfdarlarına və əleyhdarlarına bölünmüşdülər. Bəs qeyd eləyin, ABŞ nə zaman yaradılıb? ABŞ elə bil birinci istiqlaliyyət müharibəsindən sonra elan olunur da müəllim. 1787-ci ildə konstitusiya qəbul olunur, elə bundan yaranır. Yox, ABŞ-ın yaranması, ABŞ-ın. 1775-də. Yox, 1776-cı ilin iyul ayının 4-ündə. İstiqlaliyyət bəyannaməsinin qəbulu ilə 13 dənə koloniyanın birləşməsi nəticəsində ABŞ yarandı. Bəli, bəli müəllim. Bəs qeyd edin zəhmət olmasa. Ümumiyyətlə, Amerikalılar hansı dövlətlərlə sülhün davamlı olmasına və normal münasibətlərin saxlanılmasına önəm verdilər? Müəllim, yəqin ki, o İngiltərəyə qarşı çıxdıqlarına görə həm İspaniya, Hollandiya, Fransa olar da. Yəni, yəqin ki, bu nəzərdə tutulan məsələ ümumilikdə Avropa dövlətlərinin nəzərdə tutulur da, Avropa dövlətlərinə qarşı. Bəli. Yəni, tamamilə doğrudur ki, yəni bu sülhün davamlı olması üçün Avropa dövlətlərlə normal münasibətlərin saxlanılması nəzərdə tutulur. Bəs qeyd edin zəhmət olmasa. George Washingtonun hərbi təlimi olmayan orduda intizamı möhkəmləndirmək üçün qəti tədbirlər görməsi nə ilə nəticələndi? Bostonun azad edilməsindən. Sonra ingilislər hansı şəhəri, ardıca hansı şəhəri tutdular? Bəli, New York, sonra isə Filadelfiyanı tutublar. Saratoga döyüşünün nəticələri. Saratoga 1777-ci ildə olubdur. Burada ABŞ ordusu qalib gəlir. Buna görə də onun beynəlxalq nüfuzu xeyli artır. Bəli, beynəlxalq nüfuzun artması aiddir Saratoga döyüşü nəticəsində. Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı. Hansı hadisə nəticəsində?
Müəllim, bu o 1783-cü ildə Versalda bağlanmış müqaviləyə əsasəndir. Tamamilə doğrudur. Bəs qeyd edin, Avropadan ABŞ-a mühacir axının artmasına səbəb olan faktor. Müəllim, bu ABŞ-ın iqtisadi inkişafından əlaqədar idi. Çünki birinci İstiqlaliyyət müharibəsindən sonra ölkədə hərbi xərclər az olmuşdu. Sonra faydalı qazıntılarla elə bil olan torpaqlar daha çox idi. Həmçinin Amerika elə bil Avropa dövlətlərinə müharibədə kənarda qalmışdı da, elə bir növ rahat yer idi. Ona görə də ora mühacir axınları davam edir. Hardasa 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlləri göstərilir kitablarda o. ABŞ-ın konstitusiyasını kimlər qəbul elədi? Kimlər qəbul elədi? Bəli, harada və nə zaman qəbul olundu? O Konstitusiya 87-ci ildə qəbul edilib. Yəqin ki, orada Filadelfiyada olub da, müəllim, ştat nümayəndələri tərəfindən. Bəli, ştatların nümayəndələrinin təhsis məclisi, konventi ABŞ-ın konstitusiyasını qəbul edib Filadelfiyada. Tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Çox sağ olun, müəllim. Davam edirik. Qiyafət müəlliməsindən davam edəcəm. Buyurun müəllim. Müəllimə, zəhmət olmasa qeyd eləyin. Hansı hakimiyyət qolunun digər hakimiyyət qolunun işini yoxlamaq səlahiyyəti var idi? Bu üçünün də bir-birinin işinə nəzarət etmək hüququ var idi. İcra hakimiyyətinə kim rəhbərlik edirdi? İcra hakimiyyətində prezident 4-dən 1 seçilirdi. Yuxarı palataya nələr daxildir? Yuxarı palataya, deməli, konqres daxil idi də müəllim. 2 nəfər seçilirdi, senata göndərilirdi. Deməli, baxın, yuxarı palata senata adlanır. Hər ştatın qanunverici orqanının tərəfindən 2 nəfər senata seçilir və göndərilirdi. Yəni, senator seçilir və senata göndərilirdi. Bəli, tamamilə doğru. Seçki yolu ilə seçilməsi ABŞ-da hansı hadisələrlə olacaq? Orada şeydir, deməli, ABŞ prezidenti və nümayəndələr palatası, aşağı palata, yəni. Bəli, nümayəndələr palatasının üzvləri ilə bağlı hesab olunacaq. İstiqlaliyyət bəyannaməsinin əsas müəllifi kim idi? Thomas Jefferson. Bəli, Jefferson hesab olunacaq. Bəs qeyd eləyin. Napolyon Bonaparte Fransada hakimiyyətə gəldikdən sonra ABŞ-la münasibətlər necə oldu? ABŞ-la münasibətlər normallaşmışdı, çünki artıq o diqqətini Avropada olan müharibələrə yönəldirdi. Amma sonradan pisləşdi. Bəli, sonradan pisləşdi, çünki deməli Fransa Luiziyanı aldı. Bu da elə bil ABŞ-a xeyir eləmirdi, çünki o sərhədində zəif bir İspaniyanın olmasını istəyirdi, güclü Fransaya nisbətən. Tamamilə doğrudur. Nə zaman ABŞ Kanadaya ordu yeritməyə başladı? Bu deməli 1812-1814-cü il müharibələrindən bağlıdır. Yəni müharibə onunla başladı. 1812-14-cü illərdə daha doğrusu ABŞ iqtisadiyyatına zərbə endirilməsi hansı addımla bağlı baş tutub? Neçənci illərdə dediniz müəllim? 1812-14-cü illərdə. ABŞ iqtisadiyyatına zərbə endirilibdi. Yəni İngiltərənin, Böyük Britaniyanın atdığı hansı addımın nəticəsində? Müəllim, o deyir ki, əvvəlcə ingilislər üstünlük qazanır. Bu dəniz blokadası ilə bağlı hesab olunur. Hə. Yəni Böyük Britaniya birisi dənizlər. Bəli, mən yadıma düşdü, oxumuşdum. Ona görə də dəniz blokadasının əsasında belə bir proses baş verir. Gent müqaviləsi hansı ölkədə imzalanıb? Belçikada.
1814-cü ildə. Gent müqaviləsinin 3-cü şərti nədən ibarət idi? Deməli, Gent müqaviləsinin 3 şərti var idi. ABŞ Kanadaya olan iddiasından əl çəkirdi. Britaniya ABŞ-a müstəmləkə kimi baxmaqdan əl çəkirdi. Bir də artıq əvvəlki münasibətlər, müharibədən əvvəlki münasibətlər bərqərar olmuşdu. Tamamilə doğrudur. Alyaskanı neçə milyon dollara Rusiyadan aldı? Deməli, 7,2 milyonu. Hansı proseslər ümumiyyətlə baş verirdi ki, bu getdi Rusiyadan aldı? Yəni ümumiyyətlə Rusiya nə düşünürdü? Deməli, Alyaska Rusiyanın ərazisi idi və Kanada da İngiltərənin ərazisi idi. Onlar arasında mübarizə gedirdi və İngiltərə Kanada vasitəsilə Rusiyaya hücum edə bilərdi. Buna görə də Alyaskanı ABŞ-a satdı. ABŞ da təbii sərvətlər zəngin olduğu üçün onu aldı. Tamamilə doğrudur. Bəs qeyd eləyin, dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi ideyasını irəli sürdü. Hə, bu deməli 1823-cü ildə Monroe doktrinasından olan şərt idi. Monroe doktrinasına bağlı. Hə. İngiltərədən gətirilən malların ticarətdə qadağa qoyulması yerli sənayenin inkişafına təkan verdi. Banklar yaranmağa başladı. Harda qeyd olunur bu məlumat? Bax, bu şimal koloniyalarına məxsus idi, müəllim. Bəli, şimalda baş vermiş hadisələrlə bağlı. Bəs qeyd eləyin. Neçə hektar torpaq sahəsi ala bilərdi hər bir Amerika cüzi ödəniş etməklə? 65. 65. ABŞ-ın sərhədləri yenə də genişləndirildi. Hansı hadisədən sonra? ABŞ-ın sərhədlərinin genişləndirildi. Bu deməli Thomas Jeffersonda var idi bu. Aha, sonra? Sonra Theodore Roosevelt'də var idi. Başqa. Orada ekspansiyanın güclənməsinə söhbət gedir də, yəni təsir dairəsinin güclənməsinə söhbət gedir. Amma sərhədlərinin genişləndirilməsi vətəndaş müharibəsindən sonra da ABŞ-ın ərazisi xeyli deməli güclənə bilər. Belə bir məqam qeyd olunmaqdadır. ABŞ-da ilk trest hansı trestdir? Hə, standart Oli. Bu John kim idi? Bir adı var. John Rockefeller. Bəli. Woodrow Wilson hansı partiyadan idi? Woodrow Wilson hansı Bəli. partiyanın? Hansı partiyadan idi? Demokratlar Partiyası. Bəli. Dövrün adı Yeni Demokratiya dövrü. Bəli, bəli. Amerikaya Hollandların ilk qara dərilər gətirilməsi nə zaman aid? Deməli 1619-cu ildə. 1619-cu il. Thomas Jefferson neçənci illərdə prezident oldu? Thomas Jefferson bilmədim müəllim onu. 1801-1809-cu illərdə. Hə. Təşəkkür edirəm müəllimə. Sağ olun. Davam edirik. Mətanət müəlliməsindən davam edəcəm. Bəli, müəllim. Mətanət müəllimə, yəni aylardır ki, bu prosesimiz davam edir. Aylardır ki, bu təşriflərimiz davam etməkdədir. Və bir daha yenə də qeyd edirəm. Amerika Birləşmiş Ştatları dərsimizlə bağlı suallarımız tam yekunlaşdı. Yəni,
demək olar ki, bizim 1 saat ki apardığımız müzakirələr nəticəsində ABŞ-ın yeni dövrünə aid hər bir cümlə sual-cavab olunub digər müəllimlərdən. Amma sizin hüququnuz var ki, dərs zamanı deyə bilərsiniz ki, Rəhman müəllim, mən əziyyət çəkmişəm ABŞ dərsinə. Çox oxumuşam. Təkrarçılıq olsa da, digər müdavimlərə ünvanlanan suallardan olsa da, bu dərsdən mənə suallar verin. Və yaxud da ki, deyə bilərsiniz ki, müəllim, mən səs düzlü bağlı olsa da, amma siz digər müdavimlərə suallar ünvanladıqca mən cavablandırırdım. Buna ehtiyac yoxdur, əvvəlki dərslərdən suallar verin. Bu, hər iki yanaşmanı doğru qəbul edirəm. Çünki ola bilər ki, müəllimdən fərq var. Yəni, müəllim var ki, şəxsən özü sual-cavab olunmadan dərsi yaxşı qavradığını düşünmür. Müəllim də ki, var, sual-cavab olunduğu zaman fərqi yoxdur. Başqa bir müdavim sual-cavab da olunsa, o cavablandırırsa səs bağlı olsa belə, ona ünvanlanmasa belə. O düşünür ki, artıq o sualları gərək yoxdur, əvvəlki dərslərdən mənə suallar verirsə yaxşı olar. Ona görə də bu tamamilə dərs zamanı sizin hüququnuzda olan bir məsələdir ki, siz hansını seçim etsəniz, o istiqamətdə irəliləyəcək. İndi təkrarçılıq olsa da ABŞ-dan mı suallar verim sizə, yoxsa əvvəlki keçdiyimiz dərslərdənmi suallar verim sizə? Çünki sizin sual payınız var. Bəli, elə dərsdən verin, çünki kitabım məktəbdə qalıb, yaxşı oxumamışam. İstəyirəm elə bu dərsdən verəsiz sual-cavabı. Tamam, Mətanət müəllim, heç Bir problem dəfə yoxdur. oxumuşam, istəyirəm. Bəli. Müəllimə, qeyd edin zəhmət olmasa. 17-18-ci əsrlərdə Şimali Amerikada məskunlaşan Avropalılar hansı Avropalılardır? Hə, bunlar demək var idi burada İngilis, Holland, Alman, Fransız, İspan, bir də Portuqallar idi. Hə, Tamamilə Portuqal da var doğru. idi. Bəli. 7 illik müharibənin nəticəsində nə oldu? Hə, bu olub müharibə 1756-63-cü illərdə, yəni İngiltərə ilə fransızlar arasında baş verib. Aha. Nəticədə demək İngiltərə qalib gəlir və Şimali Amerikadakı bu müstəmləkələr var idi Fransanın. Səhv eləmirəmsə Kanada idi, bir də Benqaliya onu tutur. Ələ Amma keçirir. burada məsələn çap səhvi gedib, səhv eləmirəmsə, kitabda səhvliyə yol verilib. Benqaliya Hindistan ərazisidir. Yəni bəli, yəni İngiltərə qalib gəlib, Şimali Amerikadakı Kanadanı tutub. Okey, Fransa müstəmləkəsini. Amma Fransanın bir də Hindistandakı müstəmləkəsini, yəni Benqaliyanı tutub. Çünki Benqaliya Hindistanda yerləşir. Yəni burada onu daha aydın yazmayıblar, yəni səhvliyə yol verilib. Bəs yaxşı qeyd edeyim müəllimə. Hansı döyüş idi ki, o döyüşdə müqavimətin mənasız olduğunu görən İngilis qoşunu təslim oldu? Hə, məncə bu Saratoga döyüşüdür. Yoxsa Yox, Saratoga döyüşündə başqadır. Birinci baş veribdi Saratoga döyüşü, ikinci baş verib Yorktown döyüşü. Hə, Yorkdan döyüşü baş verir ikinci dəfə. Amma Saratoga döyüşündə ABŞ-ın beynəlxalq nüfuzunun xeyli artmasından söhbət gedir. Hər ikisində Amerika qalib gəlir də. Bəli, hər ikisində qalib gəlir. Bəs qeyd edin, icra hakimiyyəti olan prezidentin səlahiyyətlərinə aid olan məsələlər hansılardır? Hə, icra hakimiyyəti, yəni 3 qola bölünürdü. Burada qanunvericilik idi, icra edici idi, bir də məhkəmə. İcra edici də prezidentə aid idi. 4 ildən bir seçilirdi. Əsasən bütün deməli ki, qanunları icra etmək hüququ var idi. Sonra xarici siyasətdə də iştirak edirdi. Sonra qanunlara veto qoymaq hüququ var idi. Xarici siyasətə nəzarət etmək, qanunları icra etmək, ali məmurları işə, yəni vəzifəyə təyin etmək. Vəzifəyə təyin etmək, sonra hərbi qüvvələrə komandanlıq etmək, bəli. Bu məsələlər idi. Bəs qeyd edin, 1787-ci il ABŞ konstitusiyasına görə federal hökumətə verilən səlahiyyətlər hansı səlahiyyətlər hesab olunur? Hə, yadıma düşdü, ən axırda idi qeyd olmuşdu. Bir dəqiqə. Bu borc, yox, vergi toplanması idi. Sonra bir də ordu həm vergini toplayırdı, həm ordunun. Sonra ticarətə nəzarət edirdi, səhv eləmirəmsə. Var idi. Bir də pulla bağlı idi. Bu valyuta, milli valyutanı. Milli valyuta yaratmaq hesab olunur. Yaradırdı. Bəs qeyd edin, Gent müqaviləsi hansı ölkə ərazisində imzalanıb? Gent müqaviləsi Belçika olmalıdır, səhv eləmirəmsə. Belçika ərazisində, tamamilə doğrudur. Bəs qeyd edin, nə zaman Hamstedlər haqqında qanun qəbul olunub? Hə, Hamstedlər haqqında qanun
Bu bircə dəqiqə fikirləşim. Bu məncə 1823-dədir də homesteadlər haqqında Yox, qanun. o Monroe doktrinası. Hə, bu vətəndaş müharibəsi daxilində baş vermiş. Aha. 1862-ci ildə bu 65 hektar torpaq sahəsi cüzi məbləğ Bəli, qarşısında bəli, ala tamamilə bilərdi. doğrudur. Bəs qeyd eləyin, Standart Oil Trust kim tərəfindən yaradılıb? Hə, bu Rockefeller tərəfindən yaranmışdı. John Qabaqlı kitablarda Rockefeller. iri də göstərilirdi. Amma indi Bəli. yox. Bəs qeyd eləyin müəllimə, Avropada nüfuzunu yüksəltməklə ümumdünya ağalığını təmin etmək siyasəti yürütmək istəyirdi. Yürüdürdü. Hansı prezidentlə bağlı? Avropada bu Roosevelt olar da yəqin ki. Bəli, Theodore Rooseveltlə bağlı. Roosevelt 1901-1909-cu illərdə hakimiyyətdə olub. Məhkəmənin hökmü olmadan axtarış və həbslərin qadağan edilməsi. Bu nəyə aiddir ABŞ-da? Məhkəmənin hökmü olmadan. Bəli, məhkəmənin hökmü olmadan axtarış və həbslərin qadağan edilməsi. Hə, burada nə? Bəli. Köməkdən istifadə edək. Amma köməkdən istifadə edək, yadıma düşmədi. Köməkdən istifadə edəcək, bizə kömək edəcək bu məsələ ilə bağlı. Əntiqə müəllimə, buyurun. Müəllim, o 1791-ci il konstitusiyası ilə bağlıdır. Yox, 1791-ci ildə, yəni konstitusiyaya hüquqlar haqqında bil adlanan düzəlişlərlə bağlı. Düzəlişlərdə, bəli, bəli. Bir də 1866-da da düzəliş olur, səhv eləmirəmsə. Bəli, müəllimə. Orada qaradərilərlə bağlı. Qaradərilərlə, bəli. Bəs qeyd eləyin, yandırılmış torpaq taktikasına istifadə edilməsi harda qeyd olunub? Hə, müharibədə qeyd olmuşdu o. Məncə bu hansı müharibə idi? Partizan müharibəsi, yandırılmış torpaq taktikası. Bəli, bircə dəqiqə bu köməkdən istifadə edək. Yadıma düşmədi. Bizə kömək eləsin bu məsələ ilə bağlı. Bircə dəqiqə. İstiqlaliyyət müharibəsi deyildi müəllim. İstiqlaliyyət müharibəsində olmuşdu. Bəli, səbəblərindən idi. Təşəkkür edirəm Mətanət müəllimə. Çox sağ olun. İnşallah növbəti dəfə kitabınızı əldə edin. Həm bu dərsdə yenə sizə bu dərsdən suallar verəcəm. İnşallah növbəti verəcəyim dərsdən də suallar verəcəm. Oldu müəllim. Sağ olun müəllimə. Davam edirik. Hüseynova Səidə müəllimə. Sizlə davam edəcəm. Müəllim, buyurun. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir. Müəllimə, zəhmət olmasa qeyd eləyin. Sizə ABŞ-dan bağlı suallar verim, yoxsa əvvəlki dərslərlə bağlı sual verim? Bu tamamilə suveren sizin hüququnuzdur. ABŞ-dan verək, elə əvvəlkilərdən də verə bilərsiniz, amma ABŞ üstünlük olsun. Hər ikisindən deyirsiniz də, yəni qarşı amma ABŞ üstünlük olsun, tamam müəllim. Nə zaman Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər ABŞ-ın sərhədlərinə daxil edilir? Sərhədlər 1783-də təsdiqlənir. Aha. Amma qərbə doğru köçməyə qadağan eləmək 63-də oldu. Qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdi. Bu, Ali Məhkəmənin səlahiyyətidir. Faydalı qazıntılarla zəngin olan münbit torpaqların olması, hərbi xərclərin az olması. Bu, Amerika iqtisadiyyatının üstünlüyünə gətirib çıxardan səbəblərdir də. Rushmore dağında əks olunan 4 ABŞ prezidentindən biri idi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər sırasında verilir. Bu, Thomas Jefferson'dır. Rushmore dağında olanlar, deməli, biri Thomas Jefferson'dır, biri Theodore Roosevelt'dir, biri Abraham Lincoln'dur, biri George Washington'dur. Tamamilə doğrudur. Bəs qeyd edin, əhalisinin çoxu protestant idi. Bu, Şimal koloniyasıdır. Afro-Amerikalı qulların əməyindən geniş istifadə olunurdu. Bu isə Cənub koloniyalardır. Orada plantatorlar, pambıq plantasiyalar var. Orada qul əməyindən istifadə edirlər. İstehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq idi. Yox. O nə idi? Monopoliya. Yəni? İnhisar. İnhisar hesab olunmalı. İnhisar, sözü fikirləşirəm.
iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atdı. İlk addımı atan islahat keçirdən Theodore Roosevelt olur. Ya da Roosevelt hesab olunmalıdır. Theodore Bəli, Roosevelt. tamamdır. Çünki dünya iqtisadi böhranı olur və orada başa düşülür ki, dövlət öz nəzarətini gücləndirməsə, onu bu böhrandan çıxarda bilməyəcək. Theodore Roosevelt də belə bir islahat eləyir. Bəli, müəllimə. Azadlıq mübarizəsində kimlər başçılıq edirdilər? Amerikada Bəli. Burjuaziya, bir də İnqilabi burjuaziya və bir də kimlər? inqilabçı burjuaziya, bir də vətənpərvərlər, Vətənpərvər plantatorlar. plantatorlar. Aha. Bəs müəllimə, zəhmət olmasa qeyd eləyin. Məclis daxili qanunları qəbul edir, vergilər müəyyənləşdirilir. Bu ümumiyyətlə hansı məsələ ilə bağlı qeyd olunub? Yəni hansı məclis? Orada federal ştatlar, federal hökumətin verilən səlahiyyətləri var idi. Yox, müəllimə, O- baxın, oxuyum mən sizə. Məclis daxili qanunları qəbul edir, vergilər müəyyəndirdilər. Hər bir koloniyada məclis fəaliyyət göstərirdi. Hə, hər bir koloniyada məclis Bu fəaliyyət Şimali göstərir. Amerikadakı İngilis Şimali koloniyalarının idarə edilməsi ilə bağlı. İdarə edilməsi ilə bağlı bəli, var idi. Hə. Bəs qeyd eləyin. Hansı ölkələrdən alınan mallara, ümumiyyətlə idxal olunan məhsullara, mallara yüksək vergi ödənilməli idi? 18-ci əsrin ortalarında qanunun qəbul olunmuş cəhəti. O İngiltərədən Yox, İngiltərə parlamentinin qəbul etdiyi qanunlar koloniyalara başqa ölkələrlə ticarət əlaqələri Hə. məhdudlaşdırıldı. İdxal olunan məhdudlaşdırılır. hansı ölkələrin mallarına yüksək vergi ödənilməli idi? İspaniya, Hollandiya, Fransa və Hollandiya hesab olunacaq. Fransa və Hollandiya. Fransa və- Çünki onların arasında rəqabət var idi. Yola getmirdilər ona görə. Bəs qeyd edeyim, 1787-ci ildə ABŞ konstitusiyasına görə federal hökumətə verilən səlahiyyətlər hansı səlahiyyətlər hesab olunur? Bu milli valyutanın hazırlanması idi, ordunun yaradılması idi, ticarəti Bəli. nizamlamaq, tənzimləmək. Bəli. Biri də vergi idi deyəsən də. Vergi toplamaq hesab Bəli, olunur. vergi. Tamamilə doğru. Bəs müəllimə, zəhmət olmasa qeyd eləyin. Hı -hı. Elm adamların Avropaya getmələrini qadağan etdi. Elm adamlarının birinci Pyotr. Yox, baxın, diqqətli olun, Rusiya ilə bağlı. Yalnız zadəgan və məmur övladları orta təhsil ala bilərdilər. Elm adamlarının Avropaya getmələrini qadağan etdi. Bürokratiya rejimi bərqərar etdi. Məktəb və universitetlərə nəzarəti artırdı. Aleksandr. Birinci Nikolay. Biri- müəllimə, Ha, Nikolay. Nikolay. Bürokratiyası. Nikolay. Bəs qeyd eləyin. Respospolitanın sonuncu bölüşdürülməsi zamanı Rusiyaya düşən ərazilər hansı ərazilər hesab olunur? 1795-ci ildə bölüşdürülübdü. Prusiya, Rusiya, bir də Avstriya arasında. Aha. Polşa, Köməkdən istifadə edək müəllimə. Moldova ərazisi. Yox müəllimə, tamam başqa ərazilərdir bu arada. Hı. Baxın, köməkdən istifadə edək. Bizə köməkli eləsin bu məsələ ilə bağlı. Kəmalə müəllimə, buyurun. Deməli müəllim, sağ sahil Ukrayna, daha sonra bütün Belarusiya, Litva, Kurlandiya. Litva və Eynən Kurlandiya. Anlaşma Hesab olunur. sülhündə alınan ərazilər. Bəli Sol müəllimə. sahil Ukrayna. Bəs müəllimə, zəhmət olmasa qeyd eləyin. Zadəgan mülklərinin irsən keçmə hüququ təsdiq edildi. Bu ikinci Rusiya. Aleksandrdır. Yox, baxın. Mən bəzi məsələlər daha qeyd etdim, bəlkə yadınızda düşər. Hı. Zadəgan mülklərinin irsən keçmə hüququ təsdiq etdi. Çarın mütləq hakimiyyətini möhkəmləndirməsinə xidmət edirdi. Feodal təhkimçilik münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdi. Möhkəmləndirilməsi. Ləğv olunması ikinci Aleksandrdadır. Möhkəmləndirilməsi onda bəlkə Nikolaydır. Müəllimə, köməkdən istifadə edək biz. Nailə müəllimə, buyurun. İkinci Aleksandr müəllim. Müəllim, Məclis qanunnaməsi 1649. 1649. Bəli, bu Məclis- Məclis qanunaməsinin qərarlarından bağlı. İkinci Aleksandr demişdim. Hə. Bəs müəllimə, zəhmət olmasa Almaniya ilə bağlı bu sualıma cavab verin. Hı -hı. Kapitalizmin inkişafı sürətləndi, sənaye çevrilişi başladı.
Sənaye çevrilişinin başlanması Otto von Bismarckın dövründədir də. Yox, Başa çatması onun dövründə. bəli. Başlanması 19-cu əsrin əvvəlindədir. Əvvəldə deyəndə birinci yarısına düşür, Birinci amma yarısı. baxın, kapitalizmin inkişafı sürətləndi, sənaye çevrilişi başladı. Bu köməkdən istifadə edə biz bu sualla bağlı. Bizə köməkləyici Gülnar müəllimə, buyurun. Müəllim, bu ümumi Alman parlamenti ki çağırılmışdı ondan sonra Prusiyada. Yəni 1848-49-cu il 1848 inqilabından sonra. Almaniyada baş verən proseslərlə bağlıdır. Da. Bəli. Yəni 1848-1849-cu illər İnqilabdan burjuya sonra. inqilabının bəli, bununla Burjuya bağlıdır. inqilabı. Hı. Bəs müəllimə zəhmət olmasa qeyd edin. Viyana konqresinin İngiltərə üçün nəticələri. Viyana Konqresi 1814-cü ildə İngiltərə, Ceylon, Malta, Kap, bir də Cənubi Afrika torpaqlarını tutur. Tamamilə doğrudur. Bəs qeyd edin, hansı dövlətlər idi ki, monarxiya sisteminin yenidən qurulması üçün birlikdə Fransaya müdaxilə etməyə qərar aldılar? Fransaya qarşı koalisiya yaradanlar İngiltərə, Avstriya, Prusiya. Yox, amma o iki dövlət idi. O iki dövlət monarxiya sisteminin yenidən qurulması üçün birlikdə Fransaya Avstriya, müdaxilə etdi. Prusiya. Bəli, Avstriya, Prusiya hesab olunmaqdadır. Tamamilə doğrudur. Yaxşı. Aşağı təbəqənin mənafeyini müdafiə edir, ayrı-ayrı şəxslər arasında bərabərliyin zəruri olduğunu vurğulayırdı. Bəli, nədir yəni? Kim idi bu? Kim idi bu? Hansı maarifçi idi? Aşağı təbəqənin mənafeyini müdafiə edir, ayrı-ayrı... Voltaire. Yox, bu Jean-Jacques Rousseau hesab. Jean-Jacques Rousseau. Fransız. Təşəkkür edirəm müsaidə müəllimə. Buyurun mənim. Davam edirik. Deməli, Antiqa müəllimə sizdən davam edəcəm. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun müəllimə. Müəllimə zəhmət olmasa qeyd edin. Sizə ABŞ-la bağlı suallar verim, yoxsa əvvəlki dərslərlə bağlı suallar verim? Müəllim, ABŞ-ı verin, gün nətər bilirəm, müəllim, yadımda yaxşı qalıbmı? Əsas ABŞ-ı verin. Tamam müəllimə. Müəllimə, qeyd edin zəhmət olmasa. ABŞ-ın beynəlxalq nüfuzu xeyli artdı. Nəyin nəticəsində? Beynəlxalq nüfuzu xeyli artdı. Bəli. ABŞ-ın beynəlxalq nüfuzu xeyli artdı. O 75-83-cü illərdə olan İstiqlaliyyət müharibəsi dövründə müəllim o İstiqlaliyyət müharibəsinin tərkib hissəsi olan hansı hadisənin baş verməsi ABŞ-ın beynəlxalq nüfuzunu xeyli artırıb? O Saratoga döyüşü müəllim. Bəli, Saratoga döyüşü ilə bağlı hesab olunacaq. Tamamilə doğrudur. Bəs qeyd edin, nə zaman ABŞ qoşunları Kanadaya hərbi müdaxilə etdilər? 1812-14-cü illərdə. Əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Kənd təsərrüfatına quldarlığın pambıq plantasiyaları üstünlüyü təşkil edirdi. O müəllim cənubdur müəllim. Cənub ştatları. Tərkibinə daxil olan müəssisələrin özlərinin satış, istehsal, hüquqi müstəqilliklərini itirdikləri inhisar forması hesab olunur. Nətər müəllim, bir də təkrar ediniz. Tərkibinə daxil olan müəssisələrin özlərinin istehsal, satış, hüquqi müstəqilliklərini itirdikləri inhisar forması hesab olunur. Onlar müəllim trestlərdir. Trestlər hesab olunacaq, bəli. Azad olunma haqqında emansipasiya, yəni bəyannamə nə zaman qəbul olunub? 62-dədir müəllim. O da 63-cü ildə də quldarlıq ləğv olunur. Abraham Lincoln harda sui-qəsd nəticəsində öldürülür? O teatrda müəllim 65-ci ildə. Vətəndaş müharibəsindən sonra. Bəs qeyd edin. ABŞ-ın ərazisini genişləndirməsinə şərait yaradan amil hansı amil hesab olunur? ABŞ-ın ərazisini genişləndirməsinə müəllim o İstiqlaliyyət müharibəsindəki olan qalibiyyətidir müəllim. Ərazisini Deməli, ABŞ-ın ərazisinin ümumiyyətlə qitədə onun rəqibinin olmaması. Yəni olmaması idi, bəli müəllim.
Hansı Ona dövlət rəqib idi yox ki, idi. güya hegemon dövlət oldu? Heç bir dövlət güya hegemon dövlət Hı deyil. -hı. Bəs qeyd eləyin, neçənci ildə Vaşinqton abidəsi Londona bəxş edilib? 24-cü ildə müəllim. 1924-cü ildə. O da müəllim ABŞ prezidenti demişdi ki, George Washington, ayağım Londona, Böyük Britaniya heç vaxt dəyməyəcək. Ona görə də veriləndə alt hissəsinə ABŞ torpağı tökülmüşdü. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Hı -hı. İngilislər hansı şəhəri, ardıca hansı şəhəri tutdular müharibə New zamanı? Yorku, İstiqlaliyyət müharibə Filadelfiyanı, zamanı. Amerikada Bostonu azad etmişdi. New Yorku və Deməli, Filadelfiyanı Bostonu azad İngilislər. etdi, lakin İngilislər New Yorku və New Yorku ardıca və da Filadelfiyanı. Filadelfiyanı. Müəllimə, 17-ci əsrdə İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin əksəriyyəti kimlər idilər? Ən çoxu ingilislər idi müəllim, amma İspan da var, İsveç də var, İngilis, Alman, Fransız, Yox, Holland. baxın, onlar millətlərdir, xalqlardır, aydındır. Amma ictimai təbəqələrdən kimlər idi ki, ümumiyyətən onlar köçüb gəlirdilər? Avropadan gələnlər müəllim, ictimai təbəqələrdən Yəni kimlər köçüb gəlirdilər də, belə deyək. Yəni səyahət üçün gələnlər haqsız gəlirdi. qalanlar idi, dini təbriklere məruz qalanlar idi. Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin zəhmət olmasa, torpaqlarının münbit olmaması və qışın uzun sürməsi əkinçiliklə məşğul olmağı çətinləşdirirdi. Harada? O şimalda müəllim, şimal plantasiyalarında yuxarıda. Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin zəhmət olmasa, hansı şəhərlərin, ştatlarının nümayəndələrinin təhsis konventi ABŞ-ın konstitusiyasını qəbul etdi? Nətər müəllim, bir də deyərdiniz? Hansı şəhərin, ştatlarının nümayəndələrinin təhsis məclisi ABC-ın konstitusiyasını qəbul etdi? Yəni, daha doğrusu koloniyaların, ştatlarının nümayəndələri idi. Koloniyaların, ştatları Amma bunlar ABŞ-ın hansı şəhərdə konstitusiyasında toplandılar? Filadelfiya. Filadelfiya hesab olmaz. Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin. ABŞ-Fransa münasibətlərini gərginləşdirən hadisə. ABŞ-Fransa münasibətləri niyə müəllim? Çünki deyək ki, Fransa İngiltərəyə qarşı, İspaniya və İngiltərəyə qarşı ABŞ-dan kömək istəyir. Ona ABŞ da əksinə bir tərəfliyini qoruyur və İngiltərə ilə ticarət əlaqələri yaradır. Ona görə də onlar münasibətləri gərginləşir. Necə müəllimə? Müəllim, Fransa İspaniya və İngiltərəyə qarşı ABŞ-dan kömək istəyir. ABŞ da bir tərəfliyini qoruyur. Əksinə İngiltərə ilə ticarət əlaqələri yaradır. Ona da ABŞ-la Fransa münasibətləri pisləşir. Bəli, bəli, yəni doğrudur. Onda Fransa ilə narazılığa səbəb oldu. Bəli, aydındır. Amma sonra bunlar barışdılar da. Yəni necə deyim? Bundan sonra bu münasibətlər nizamlandı. Napolyon Fransada hakimiyyətə gələndən sonra əsas diqqətini Avropaya yönəltdiyi üçün ABŞ-la münasibətləri nizamlandı. Amma daha sonra yenidən münasibətlər gərginləşdi. Niyə görə? ABŞ-la Fransanın yenidən münasibətləri gərginləşdi. Bəli, sonra yenidən gərginləşdi. Hansı səbəbə görə? ABŞ-la Sonra Fransanın İspaniyadan Luiziyananı alması nəticəsində baş verir belə bir proses. Bəs qeyd eləyin. Amerika qitəsində ABŞ-ın nüfuz dairəsinin genişləndirilməsinə imkan yaradan faktor. Amerika qitəsində ABŞ-ın nüfuz dairəsinin Amerika qitəsində Dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi ideyası elan edilmiş. Onların bir-birinə daxil işlərinə qarışmaması tələbi qoyulmuşdu. Monroe. Bəli, Monroe doktrinasına. 1823-də. Müəllimə, konfederasiya nə deməkdir? Konfederasiya birlik deməkdən müəllim. Daha belə aydın formada qeyd edə bilərsiniz. Konfederasiya suverenliyi üçün müvəqqəti birləşmək idi, müəllim o. Bəli, suverenliklərini mühafizə etmək üçün dövlətlərin bu və ya digər məqsədlə müvəqqəti olaraq birləşdiyi çox da möhkəm olmayan birliyi deməkdir. Birliyi idi. ABŞ-da ilk trest kimə məxsusdur? Rockefellerə, Standard Oil.
Tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Sağ olun. Deməli, davam edirik. Əşrəf müəllim, hazırsınız? Bəli, müəllim. Müəllim, zəhmət olmasa qeyd edin, inhisar nə deməkdir? İnhisar bir müəssisənin digər böyük bir müəssisələrin ətrafında toplaşması. Yəni istehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq deməli inhisar, monopoliya deməkdir. Bu ingilis sözündən götürülür. Qeyd edin, Woodrow Wilson hansı sahələrdə islahatlar keçirib? Woodrow Wilson deməli, Woodrow Wilson ümumiyyətlə 1912-1921-ci illərdə olub hakimiyyətdə. Bu hansı sahədə? Bu xarici və daxili siyasət deyirsiniz? Yox, məxun hansısa xüsusi olaraq sahələrdə islahatlar keçiribdir? Bilmədim, müəllim. Köməkdən istifadə edirik. Bizə kömək edəcək bu məsələ ilə bağlı. Kəmalə müəllimə, buyurun. Deməli, müəllim, gömrük, bank, maliyyə sahəsində islahatlar həyata keçirir. Bir də sənaye inhisarı üzərində dövlət nəzarətini artırır. Tamamilə doğrudur. Nazirləri vəzifəyə təyin edərkən onların bacarıqlarına və regional mənsubiyyətinə diqqət yetirərək ştatlar arasında birliyi gücləndirməyə çalışan ABŞ prezidenti. Theodore Roosevelt. Xeyr, müəllim. Köməkdən istifadə edirik. Bizə kömək eləsin bu məsələ ilə bağlı. Gülnar müəllimə, buyurun. Mənim Thomas Jefferson. Bəli, Thomas Jefferson hesab olunacaq. Müəllim, qeyd edin zəhmət olmasa. George Washington ordusu İngilislərin başlıca qüvvələrini mühasirəyə aldı. Nə zaman? Bu Washington 1861-65-ci illərdə orada vətəndaş müharibəsi zamanı. Yox, xeyr müəllim, yox. O vaxtlar George Washington yox idi müəllim. O vaxt George Washington rəhmət etmişdi çoxdan. Bilmədim. Deməli bu Yorktown döyüşü zamanı baş verib. Yorktown döyüşündə. Bəs müəllim, qeyd edin zəhmət olmasa. Harada keçirilən toplantıda konqresdə George Washington Azadlıq ordusunun komandanı elan edildi? Köməkdən istifadə etməli. Köməkdən istifadə edək, bəs deməli. Bizə kömək edəsin bu məsələlə bağlı. Günel müəllimə, buyurun. Filadelfiyada. Filadelfiyada, bəli, tamamilə doğrudur. Yəni, Boston çay qonaqlığı nə zaman baş verir? 1773-cü ildə. Möhür qanunu nə zaman qəbul olundu? Möhür qanunu 18-ci əsrin ortalarında. Yəni biraz daha dəqiq desək. 1765. Bəli, 1765-ci ildə. Müəllim, İstiqlaliyyət bəyannaməsinə görə neçə İngilis koloniyası İngiltərədən ayrılaraq müstəqilliyini elan edib? 13 İngilis koloniyası. ABŞ-ın dövlət quruluşu necə bir respublika idi? Deməli, icra edici, qanun verici, bir də məhkəmə. O hakimiyyətin 3 qola bölünməsidir müəllim. Amma məsələn, dövlət quruluşu necə bir dövlət quruluşuydu? Federativ olmağını deyirsiniz də siz. Federal. Bəli, federativ respublika hesab olunurdu. Siz mənə prezidentin səlahiyyətlərini qeyd edin. Deməli, 4 ildən bir seçilirdi, icra edici idi. Deməli, onun hakimiyyətində qanunlar icra eləmək idi. Ordunu deməli veto qoymaq idi, hər hansısa bir qanuna qarşı qoymaq. Daha sonra hərbi qüvvələrə rəhbərlik eləmək idi. Bir də xarici siyasətə nəzarət eləmək məsələsi var idi. Mənim əhalisinin çoxu protestant idi. Hansı ABŞ-ın ümumiyyətlə ərazisi hesab olunur? Deməli, Şimali Amerika protestant, Cənubi Amerika katolik.
İri trestlərin, digər inhisarçı qrupların fəaliyyəti dövlət nəzarətinə alınmaqla kapitalın həddindən artıq mərkəzləşməsinin qarşısını alan prezident hesab olunur. Theodore Roosevelt 1901-1909. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllim, böyük dəyənək siyasəti nə ilə bağlı idi? Deməli bu da Avropa məsələlərinin Amerikanın həm cənubu, həm də şimalına qarışmaması ilə. Yox, bu qeyd etdiyiniz Monroe doktrinasına bağlı. Amma bu Böyük böyük dəyənək dəyənək siyasətinin məqsədi Latın Latın Amerikasında Amerikasına öz əsas söz sahib olmaq. beynəlxalq aləmdə ABŞ-ın mövqeyini möhkəmləndirmək idi. Belə Hə. məsələlərlə bağlı hesab olunacaq. Təşəkkür edirəm müəllim. Xoş oldu mənim. Deməli, hörmətli müəllimlər, bizim növbəti mövzumuz artıq 19-cu, 20-ci yüzilliyin əvvəllərində dövlətlərarası münasibətlərdir. İndi xahiş edirəm, bir nəfər proqrama baxsın, mənə qeyd eləsin. Bu 19-cu, 20-ci yüzilliyin əvvəllərindəki dövlətlərarası münasibətlərini mən proqram üzrə ABŞ-la birlikdə vermişdim, yoxsa Birinci Dünya müharibəsindən birlikdə vermişəm. Yoxsa sırf ayrıca vermişəm. Çünki bu bir qədər azdır. Mən hesab edirəm ki, mən proqram üzrə desən onları birləşdirmişəm. Bir nəfər sizlərə tərtib etdiyim proqrama baxsın, zəhmət olmasa. Mənim burada Versal-Vaşinqton sistemi ayrıdır. Birinci Dünya Aha. müharibəsi ayrı. Almaniya dövlətlərarası münasibətlərdə 38-ci dərs ayrı. Hamısı ayrıdır. Yəni Almaniya ilə birlikdə idi bu dövlətlərarası münasibətlər. Bəli, bəli, Almaniya ilə birlikdə idi. Aydındır, tamamilə aydındır. Yəni biz çünki dərs çətin olduğuna görə bu yeni dövrün dərsləri, ona görə mən bunların ikisini birləşdirmədim. Almaniya dərsində bilirsiniz də biz Bəli. Böyük Britaniyanı, Fransanı, Osmanlını da təkrar elədik. Dərs balaca olduğuna görə Almaniya dərsi. Bəli. Deməli müəllimlər, bizim növbəti mövzumuz olur 19-cu, 20-ci yüzilliyin əvvəllərində dövlətlərarası münasibətlər dərsi olur. Yəni bir qədər kiçik bir dərsdir bu dərs. Amma 5-ci günə, daha doğrusu 3-cü günə Allah qoysa, deməli ABŞ qeyd elədik. 5-ci günə inşallah bu dərsə hazır olursunuz. 1-ci günə inşallah verəcəm 1-ci Dünya müharibəsinə. İnşallah da 1-ci gün biz yeni dövrün dərslərini yekunlaşdırırıq burada. Bir də Versal-Vaşinqton sistemi qeyd edəcəm. Deməli, Versal-Vaşinqton sistemini də biz götürəcəyik burada. Ondan sonra keçid edəcəyik Azərbaycan tarixinə. Azərbaycan tarixində harada dayanmışıq? Xanlıqlarda dayanmışıq. Cənub xanlıqları gəlir ondan sonra, bəli. Bəli, xanlıqlarda dayanmışıq. Baxın, 1-ci Dünya müharibəsində Versal-Vaşinqton sistemində keçək. Ondan sonra bu yeni dövrün ümumi tarixinə dair ola bilər ki, yenə də bir həftədə 3 dəfə dərsimizdən əlavə dərs aldım bu dərslərdən bağlı. Burada ən əsas, ən xırda məqamlar ki var, daha tez yaddan çıxan və miqdar ən çox istifadə olunan hissələr ki var sertifikasiyada. Baxın, bu hissələrə diqqət yetirək. Çünki hər il demək olar ki, 40 miq testindən normalda təxminən bir 6-7 dənə sual, baxın, bu yeni dövrün ümumi tarixi ilə bağlı gəlir. Və burada çox belə spesial elə nöqtələr var ki, onlar tam beyni həkk olunmalıdır sual-cavab prosesi ilə, testlərlə bir yerdə ki, biz bunların öhdəsindən gələ bilərik. Çünki yaddan çıxır. Məsələn, ən hazırlıqlı müəllimlərimiz, indi mən durub İngiltərənin yeni dövründən sual verəndə, Fransanın yeni dövründən sual verəndə yaddan çıxır. Çünki yaddan çıxması da normaldır ki, çünki çox çətindir, çox xırdaçı məqamlar var. Dəfələrlə gərək mənimsənilməlidir ki, bizim yaxşı yadımızda qalsın bu məsələlər. Deməli, müəllimlər, növbəti dərsiniz azdır. Lakin tənbəllik eləmirik. Həm bu 19-cu, 20-ci yüzilin əvvəllərində dövlətlərarası münasibətlər dərsini götürməklə bərabər. Xatırlayırsınızsa, bir neçə dərs bundan əvvəl Osmanlı, İngiltərə, Fransanı, Almaniyanı bir yerdə yenə təkrarlamışdıq, düzdürmü? Ona görə də biz Rusiyanı, Amerika Birləşmiş Ştatlarını bu növbəti dərs balaca bir dərs olduğuna görə, dövlətlərarası münasibətlər, Rusiya ilə ABŞ-a da baxın, oradakı dərslərlə bağlı suallar verəcəm sizlərə. Yəni təkrarlayın o dərsləri, Rusiya və ABŞ-dan da suallar verəcəm. Sonra inşallah 1-ci Dünya müharibəsinə verəcəm. Belə. Oldu müəllimlər, sağlıqla qalın, gecəniz xeyrə qalsın Allah. Sağ olun mənim. Sağ olun Oldu müəllim. müəllim. Gecəniz xeyrə. Sağ olun. Sağ olun.